Salam əziz şagirdlər, Miqves sertifikasiya hazırlaşan müəllimlər, hər birinizi xoş gördük. Sizlərlə bu gün Manna dövlətinin mövzusunun izahına baxacağıq. Video izahı keçməmişdən öncə kanala abunə olub, bəyənib, paylaşıb, dəstək ola bilərsiniz. Bilirik ki, bu dövlət Urmiya gölü ətrafında olan ərazidə yerləşirdi. Hansı göl ətrafında? Urmiya gölü. Və Urmiya gölü ətrafında eradan əvvəl 11, eradan əvvəl 9-cu əsrdə müxtəlif vilayətlər var idi. Həmin vilayətlərin özlərinə məxsus siyasi qurumları, öz hökmdarı və təbii ki, öz əraziləri, şəhər dövlətləri var idi. Ən yaxşı və ən güclü vilayəti Zamua vilayəti idi. Bu vilayət haqqında bunu qeyd edə bilərik ki, Lullubilərin ərazisi hesab olunmuşdu, hətta Lullubilər ölkəsi adlandırılırdı. Şarrani adına gəldikdə isə Şarrani Aşurların Manna vilayət hakimlərinin tayfa başçılarından fərqləndirmək üçün verdiyi adı idi. Və bu dövrdə vahid dövlət yox idi. Vahid dövlətin olmaması da Manna ərazilərinin, Manna vilayətlərinin xarici hücumlara qarşı mübarizə apara bilməməsinə gətirib çıxardırdı. Hətta burada qeyd etdiyimiz eradan əvvəl 11, eradan əvvəl 9-cu əsrdəki vilayətlər Aşurlarla bəziləri müqavilə imzalayır, bəziləri isə qeyd edirik ki, təbii ki, mübarizəsini davam etdirmiş oldu. Və xüsusən də Aşur və Urartuya qarşı aparılan mübarizədə Urmiya gölü ətrafında yaşayan tayfaların birləşmə prosesi daha da gücləndi. Həm də yad el işğalına qarşı birgə mübarizə aparmalı oldular. Zəruri səbəb də bax bu bayaq qeyd etdiyimizdir ki, həm Urmiya gölü ətrafında yaşayan tayfaların birləşmə prosesi güclənir, həm də xarici işğallara qarşı mübarizə idi. Dövlət nə zaman yarandı? Eradan əvvəl 9-cu əsrdə meydana gəldi və dövlətin eradan əvvəl 843-cü ildə ilk dəfə adı çəkilmişdi. Aşur hökmdarı 3-cü Salmansarın yürüşü zamanı, ancaq eradan əvvəl 843-cü ildə qarətlə bağlı, hər hansısa bir qarətlə bağlı məlumat yox idi. Eradan əvvəl 829-cu ildə isə Aşur sərkərdəsi 3-cü Salmansarın, Aşur hökmdarı 3-cü Salmansarın sərkərdəsinin hücumu zamanı Udakinin adı çəkilmişdi. Qeyd olunur ki, mən Mannalı Udakinin məskəninə yaxınlaşdım. Bir də bunu qeyd edə bilərik ki, paytaxt şəhəri İzurtu şəhəri idi. Bu şəhəri biz Padşahlar şəhəri adlandırırıq. Ancaq Padşahlar padşahı isə Lullubi erkən dövlətində isə qeyd edirdik İmmaşqundur. Əvvəlki dərsliklər Lullubiləri erkən dövlət qurumu kimi verir. İndi yeni dərsliklər isə Lullubini erkən dövlət kimi qeyd edir. Digər bir nüans nədən ibarətdir? Manna dövlətinin yaranması eradan əvvəl 9-cu əsrdə həm qədim dövlətçiliklərimizi miras qoydu, həm də digər dövlətlər üçün bir nümunə oldu. Gəlin baxaq ərazisinə. Şimaldan yadda saxlayırıq ki, Araz çayıdır. Şimal-qərbdən Urartudur, qərbdən Aşurdur. Cənub-şərqdən isə Midiya ərazisi təbii ki, ərazi olaraq təşkil edir. Və varisləridir. Manna kimlərin varisləri hesab olunur? Lullubi, Su və Turiki tayfalarının. Biz qeyd edirik ki, bu tayfalar eradan əvvəl 3-cü və 2-ci minilliklərdə mövcud olmuşdur. Hətta eradan əvvəl 3-cü minilliyin sonunda Lullubi və Kutilərin erkən dövlətləri süquta uğrasa da, ancaq tayfa olaraq mövcudluğu davam edir. Həyat tərzi oturaq həyat tərzidir. Oturaq həyat tərzini biz Neolit dövrünə inteqrasiya edə bilərik ki, orada da qeyd edirik ki, Neolit və o cümlədən Neolit dövründə əhali oturaq həyat tərzi keçiribdir. Ancaq Neolit dövründə bir xüsusi incə məqam var idi ki, ilk öncə əhali köçər həyat tərzini sürürdü, daha sonra isə oturaq həyat tərzini keçmişdi. Bu da təsərrüfatın inkişafı ilə bağlı idi. Mənşəcə bəllidir ki, türk mənşəli olmuşdu. Əhali 4 təbəqəyə bölünür, demək neçə təbəqəyə bölündü? 4 təbəqəyə bölündü. Kimlərdir? Əyanlar, sənətkarlar, kəndlilər və qullardır. Dövləti kim idarə edir? Hökmdar idarə edir və vilayətləri isə kim idarə edirdi? Canişinlər idarə edirdi. Bunu da qeyd edə bilərik ki, ümumi olaraq gələcək indi növbəti izahda canişinlik sistemində yaradan elə İranzo olmuşdu. Digər bir xüsusi məqam, eradan əvvəl 8-ci əsrdə isə hakimiyyət irsən keçməyə başladı. Bir də hökmdarın yanında Ağsaqqallar Şurası mövcud idi. Ağsaqqallar Şurası yadda saxlayırıq ki, məsləhətçi orqan olub, qanunverici orqan deyil və Ağsaqqallar Şurasının mövcudluğu Mannada ibtidai icma cəmiyyətindən sinifli cəmiyyətə keçidi göstərir. İnzibati cəhətdən vilayətlərə bölündü. Vilayətləri kim idarə edirdi? Canişinlər. Lullubi erkən dövlətində isə biz belə qeyd edirik ki, vilayətləri təbii ki, hakimlər idarə edirdi. İndi isə dövlətin ümumi olaraq bu dövrdə qüvvətlənməsinə səbəb olan hadisə hansı hadisə oldu? Təbii ki, Urartuya qarşı aparılan işğalçı müharibələr.
Sual verilsə ki, Mannanın eradan əvvəl 9, eradan əvvəl 8-ci əsrdə qüvvətlənməsinə səbəb olan nə idi? Urartuya qarşı aparılan müharibələr idi və həmin vilayətlərdə bəziləri öz ərazilərində müstəqil idi və təbii ki, mərkəzi hakimiyyətə tabe olunmurdular. Eradan əvvəl 9-cu əsrdə Aşşur və Urartu dövlətləri deyilir ki, hücum etmişdi. Eradan əvvəl 8-ci əsrdə isə Urartunun hücumları daha da çoxaldı. İranzu, bəzi mənbələrdə də bunu Yanzu adlandırırlar və bu adam eradan əvvəl 740, eradan əvvəl 719-cu ildə hakimiyyətdə olmuşdu. Ölkədə canişinlik sistemini yaratdı, yəni vilayət hakimlərini azad edir və canişinləri vəzifəyə gətirir. Bunun haqqında da qeyd edəcəyik xüsusi olaraq. Necə bir dövlət yaratdı da, mərkəzləşmiş bir dövlət yaratmışdı. İranzu haqqında bunu da qeyd edə bilərik ki, iki vəzifəsi var idi qarşısında. Əsas vəzifələrdən biri bu idi ki, mərkəzləşmiş dövlət yaratmaq, bir də xarici hücumlara son qoymaq. O cümlədən də ki, İranzu ilə bağlı bunu qeyd edə bilərik ki, hakimiyyətə gəlməsi narazılıqla qarşılanır. Bunu erkən orta əsr türk dövlətlərində Uyğur xaqanı olaraq Moyonçurdan oxşar zəhət götürə bilərik ki, onun da hakimiyyətə gəlməsi narazılıqla qarşılanmışdı. Eradan əvvəl 735-ci ildə isə Aşşur və Urartu mübarizəsi başlamışdı və həmin mübarizədə Aşşurlar qalib gəlmişdi. Bir də mərkəzləşmiş dövlət idarəetmə sisteminin yaradılmasına zəruri edən səbəblər var idi. Təsərrüfatı və iqtisadiyyatı tənzimləmək, o cümlədən də vahid xarici siyasət yürütmək idi. Canişinlik sistemi ilə bağlı isə bunu qeyd edə bilərik ki, vilayət hakimlərini vəzifədən azad edir və həmin canişinləri ora təyin edir ki, vilayətləri öz dayağına çevirsin İranzu. Urartu hökmdarı kimin adına çəkilir? 1-ci Rusanın və 735-ci ildə həmin məğlubiyyətdə də mühüm rol olan ilə Mannanın rolu olmuşdu. Hətta İranzu eradan əvvəl 735-ci ildən sonra Urartunun zəifləməsi baş verir ki, işğal edilmiş Manna torpaqlarını geri qaytarır. Eradan əvvəl 719-cu ildə isə 1-ci Rusa Mannanın vilayətlərini təhrik edir ki, üsyana qalxsın. Bunun da səbəbi nədən ibarət idi? Təbii ki, istəmirdi ki, Manna dövləti güclü olsun və daxildən zəiflətməyə çalışırdı. Burada da eradan əvvəl 719-cu ildə Şuanda Haldurdukqa üsyanı baş verirdi. Hansı üsyan baş verir? Şuanda Haldurdukqa üsyanı və həmin üsyanı başladanlar Urartu meyilli, yəni 1-ci Rusa Urartu hökmdarı da Urartu meyilli Manna canişinləri idi, İranzuya qarşı idi. Üsyanı yatıran kim oldu? Aşşur hökmdarı 2-ci Sargon. Burada da yazmışıq, İranzuya qarşıdır. Urartu meyilli Manna canişinləri başlatmışdı. 2-ci Sargon eradan əvvəl 719-cu ildə yürüş edir. Üsyançı şəhərləri və vilayətləri dağıdır, əhalinin bir hissəsini Aşşura köçürür və həmin əraziləri isə İranzunun tərkibinə qaytarır. Eradan əvvəl 718, eradan əvvəl 716-cı ildə hakimiyyətdə Aza oldu və Aza istəyirdi ki, mərkəzləşmiş bir idarəetmə sistemini qoruyub saxlasın, ancaq alınmır. Aşşurla müttəfiqlik münasibətlərini davam etdirdi. Həm biz bunu İranzuda qeyd edə bilərik, həm də Azada qeyd edə bilərik ki, Aşşur dövləti ilə müttəfiq olmuşdu. Eradan əvvəl 716-cı ildə Uauş döyüşündə təbii ki, qətlə yetirilir Urartu meyilli canişinlər tərəfindən. Eradan əvvəl 716, eradan əvvəl 680-ci ildə Mannada hakimiyyətdə oldu Ulusun. Ulusunun hakimiyyətə gəlməsində köməklik etdi Urartu hökmdarı 1-ci Rusa. 22 Manna qalasını ələ keçirmişlər, hətta Uauş döyüşündən sonra 22 Manna qalasını verib 1-ci Rusada hakimiyyətə gəlmişdi. 2-ci Sargon artıq Ulusunun Aşşurla müttəfiqlik münasibətini pozduğuna görə məcbur olaraq eradan əvvəl 716-cı ildə Mannaya yürüş etdi. Neçənci ildə? Eradan əvvəl 716-cı il. Yürüşünün səbəbləri bu idi ki, həm gələcəkdə Urartu Rumya-Göl hövzəsi üçün təhlükə yaradıb, həm də ki, nəyə görə Ulusun Aşşurlarla münasibəti pozubdur və həmin yürüşdə də bilirik ki, Urartu meyilli Manna canişinləri məğlub olur, İzurtu şəhəri talan edildi və Azanın qatilləri də öldürülür. Eradan Ulusunda biz qeyd edirik ki, 2-ci Sargondan yenidən müttəfiqlik münasibətlərini qayıdır. Yəni, hansı Manna hökmdarıdır ki, o hakimiyyəti dövründə həm Aşşurla münasibəti pozur, həm də Aşşurla münasibətləri yenidən bərpa edir, söhbət Ulusundan gedir. Aşşurların ən uğurlu yürüşü eradan əvvəl 714-cü ildə oldu və bu yürüş Sirdaqqa müqaviləsi deyirik ki, imzalanmışdı yürüş dövründə. Sirdaqqa müqaviləsinin şərtləri nələrdən ibarət idi? Manna Aşşur xəzinəsinə vaxtında xərac verir, Manna Aşşur Mannada mövqeyini möhkəmləndirir. O cümlədən də ki, Aşşur Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı və bunların hər birini də əməl etdi.
Urartu bir daha Mannanın daxili işlərinə qarışmadı. Bu sual verilirsə cavabı eradan əvvəl 714-cü il 2-ci Sarqonun ən uğurlu yürüşündədir. Ulusun, bunu da qeyd edə bilərsiniz ki, Ulusun 2-ci Sarqonun şərəfinə yazılı abidə qoyulmuşdur. Eradan əvvəl 7-ci əsrin birinci yarısı Türk tayfalarının Cənubi Qafqaz ərazisinə gəlişi, daha sonra Anadolu və Misrə keçməsidir və Kimerisiz Sak tayfalarından söhbət gedir. Kimlərdən? Kimerisiz Sak tayfalarından. Burada ən xüsusi özəl məqamda bundan ibarətdir ki, bu Türk tayfalarının ilk axını hesab olunur. Türk tayfalarının neçənci axını hesab olunur? İlk birinci axını və döyüş arabaları, at arabalarından istifadə etmişdir. Daha sonra hakimiyyətə eradan əvvəl 675, eradan əvvəl 650-ci illərdə Ahşehir gəldi, yəni Ahşehir oldu. Gəlməsi eradan əvvəl 675, getməsi eradan əvvəl 650-ci ildir. Ahşehir biz bilirik ki, türklərlə müttəfiqlik münasibətləri qurdu, Aşurlarla münasibəti pozur və hətta xərac verməkdən belə imtina edir. Aşşurbanibal təbii ki, bu əraziyə yürüş etmişdi. İlk öncə Aşşurlar İskitlərin bir tərəfliyinə nail olurlar və Aşşurbanibalın başçılığı ilə Ahşehir üzərinə yürüş etdilər. Paytaxt İzurtu yandırıldı və şəhər talan edildi. Təbii ki, əhali də qarət edilir. Eradan əvvəl 650-ci ildə isə Ahşehir xalq üsyanı nəticəsində hakimiyyətdən devrildi. Demək, Mannada xalq üsyanı nəticəsində hakimiyyətdən devrilən Ahşehir idi. Ancaq Mannada sui-qəsd nəticəsində isə hakimiyyətdən gedən Azadı, bunu da yadda saxlaya bilərik. Eradan əvvəl 650, eradan əvvəl 630-cu ildə hakimiyyətdə Oali oldu və Oali haqqında bunu qeyd edə bilərsiniz ki, Aşurla müttəfiqlik münasibətlərini bərpa etdi. Ancaq səhvi onda oldu ki, Midiya və Babilin Aşurla mübarizəsində Aşuru müdafiə etdi. Eradan əvvəl 590-cı ildə isə Manna dövləti süqut etmiş oldu. Təsərrüfat sahisinə gəldikdə isə təsərrüfatda əkinçilik, maldarlıqla məşğul olurlar. Atçılığı inkişaf etmişdi, dəvədən də istifadə edirdilər. Azərbaycan tarixinin ibtidai məğlubiyətinin son mərhələsi olan son Tunç Dəmir dövründə atdan və dəvədən təbii ki, minik müəssisəsi kimi istifadə olunurdu. Uşqaya və Karmakis əraziləri idi ki, yeni dərslərə əsasən burada at yığıqları var idi. Hətta Urartu hökmdarları yürüş edib bu əraziləri qarət etmişlər. Atçılıqla fərqlənən vilayəti isə Subi vilayəti idi ki, bu vilayətin biz adını qeyd edə bilərik ki, öz atları ilə fərqlənir. İndi isə digər bir nüanslar nələrdən ibarətdir? Bunların təsərrüfat və mədəniyyət sahəsi ilə bağlı. Bunların təsərrüfat və mədəniyyət sahəsi ilə bağlı digər məsələlər bunu qeyd edə bilərik ki, məsəl üçün, burada Həsənli və Zivyədə arxeoloji tədqiqat aparılmışdır. Hansı əraziləri qeyd edirik? Həsənli və Zivyə ərazisində. Həsənlidə isə qeyd edəcəyik ki, şərab küpləri tapılıbdır. Daha sonra onu da qeyd edək ki, ümumi bir nüans da bundan ibarət ki, Tunçdan müxtəlif alətlər hazırlandı. Söhbət silahlardan, dəbilqələrdən gedir. Tikintidə isə yadda saxlayırıq ki, ağacdan istifadə etdilər və taxılı bəllidir ki, nə ilə biçirlər? Taxılı biz bilirik ki, dəmir, oraqla biçdilər. Torpağı isə yumuşatdılar, ağac kötan və biz bilirik ki, dəmir xışla, dəmir toxanı da qeyd edə bilərsiniz. Xış əkinçinin yaranması bir dənə də xatırlatmalıyıq ki, erkən Tunç dövrünə aiddir. Daha sonra tikinti sahəsində isə bunu qeyd edək, ağacdan istifadə olunduğu qeyd eləmişik. Tunçdan da müxtəlif alətlər hazırlanmışdı bu da öz yerində və bir də ki, gildən müxtəlif alətlər düzəldilmişdi. Gildən, buradan saxsı qabları və möhürləri qeyd edə bilərsiniz. Daha sonra gəlirsiniz ki, Həsənli və Zivyədə arxeoloji tədqiqat aparan olmuşdu. Robert Dyson və o arxeoloji tədqiqatı 1956-cı ildə aparmışdı. Bu da metal işləmə sənətinin yüksək inkişaf etdiyindən xəbər verir. Həsənlidə bir də Zivyədə tapılmışdı qızıl cam. Həsənlidəki qızıl camda qeyd olunurdu ki, çox Allahlıq mövcuddur, çox Allah. Zivyədəki qızıl camda isə bunu qeyd edə bilərsiniz ki, məsəl üçün qanadlı öküzün adına çəkə bilərsiniz ki, qanadlı öküzü biz harada qeyd edirik? Zivyədə. Daha sonra Zivyədə gümüş qədəhlər də var idi ki, gümüş sin üzərində. Burada nələri qeyd edirsiniz siz? Əsas məsələlərdən biri də yazı növləri. Mixi və hieroqlif yazının olması idi. Hansı yazı növündən söhbət gedir?
Yadda saxlayaq ki, mixi, bir də hieroglif yazı. Və hieroglif yazı yerli yazı növüdür. Bunu da yadda saxlayaq. Daha sonra şəhər qalaları var idi. Nələri qeyd edirik? Şəhər qalaları. Bir də ki, Manna mədəniyyəti hansı ərazilərdə aparılmış arxeoloji tədqiqatlar nəticəsində öyrənilir? Həsənli, Zivyə və Mərlik ərazisində. Mərlik ərazisi yeni əlavə olunmuş hissədir. Şəhər qalalarında bunu qeyd edə bilərsiniz ki, məbəd və saraylar var idi. Və daha sonra həmin və məbəd saraylarda ümumiyyətlə belə qeyd edək, hökmdar şəhərdə yerləşirdi. Orada hökmdarlar özləri əyanlar idi. Xüsusən də vilayətlərin rəisləri idi ki, bunlar yaşamışdı. Bir də ki, Həsənlidə bunu da qeyd edə bilərsiniz ki, məsəl üçün, xüsusi parça qalıqlarının da adını seçə bilərsiniz. Parça qalıqları, bir də ki, kərpic saraylar da var. Daha sonra bunu da qeyd edə bilərsiniz ki, bürclərdə inşa olunmuşdu. Bürclər və belə deyək ki, müharibələr vaxtı hücum təhlükə yarananda bürclərdə tonqal yandırılırdı. Həmin bürclərdən biri də Sangubiti vilayətində yerləşir. Manna dövlətinin süqutu bəllidir, yaradılıb 590-cı ildə oldu. Sağ olun, hələlik.